Dəyərli izləyicilər, möhtəşəm bir mənzillə qarşınızdayıq. Şəhərin ən gözəl nöqtələrindən biri olan mərkəzə Fəvvarələr meydanına yaxınlığı 28 may metrosu Nizami metrolarına orta məsafədə yerləşən şəhərin ən premium binalarından olan Malibu Residence-də tam 3 otaqlı, lüks təmirli və tam əşya və texniki tərtibatla təchiz olunmuş bir mənzil təqdim edəcəm sizə. Mənzilimiz 17 mərtəbəli binanın 15-ci mərtəbəsində yerləşir. 133 kvadrat tam ölçüyə malikdir. Sənəd çıxarışdır, yəni kupça. Bütün əşya və texnika, lüks təmir, hər şey ideal vəziyyətdədir. Əlavə heç bir şeyə ehtiyac yoxdur mənzildə. Yerləşməni izah edeyim sizə. Giriş qapımızı görməkdəsiniz. Giriş qapısından girdikdə sağda mənzilin ümumi sanuzeli yerləşdirilib. Daha sonra giriş qapısı ilə üzbəüz belə bir 4 qapılı tam boy membran panellərdən gömmə bir qardirob və şüşə qapaqla əla dekor edilib. Giriş qapısı ilə üzbəüz belə bir açarlıq və gizli işıqlı güzgü. Bu hissədə isə belə bir dresvar əvəzi əla tekstura ilə təchiz edilmiş və bura işıqlandırmalarla da dekor edilmiş bir dresvarımız var. Olduqca gözəl görüntüsü var. Mənzilin neoklasik tərzi var və zövqlə keyfiyyətli materiallardan istifadə edilərək təmir edilib mənzil. Qonaq otağımızı görməkdəsiniz. Geniş bir qonaq otağı var. Burada mənzilin mətbəxi yerləşir. Daha sonra başdakı otaq mənzilin camaşır otağı və texnik otaq kimi tərtib edilən otaqdır. Orada uşaq yataq otağı yerləşir. Burada isə mənzilin ümumi yataq otağı daxilində ayrıca olaraq sanuzellə birlikdə. Qonaq otağı ilə davam edirəm. Gördüyünüz kimi Türkiyə istehsalı mebel dəsti də var, yumşaq mebel dəsti, 6 nəfərlik bir yemək masası. Bütün otaqlarda kondisioner quraşımına qədər təchiz edilmiş vəziyyətdədir. Böyük ölçülü bir TV stand quraşdırılıb və LG markalı TV-ləri bütün otaqlarda görəcəksiniz. Bir daha vurğulayıram, əlavə heç bir şey ehtiyac yoxdur. Keyfiyyətli brend firmalardan olan pərdələr. Burada digər girinti olub, o digər girintini də belə bir saxlanış yeri kimi, qab-qacaq dəstlərinizi və yaxud kitablıq kimi tərtib edib istifadə edə bilərsiniz. Daha sonra yumşaq mebelin yerləşdiyi hissənin arxalığı isə əla dekor edilib, alçıpan panellərlə, gizli işıq tekstura ilə və tablolarla, zövqlü seçimlərlə olduqca gözəl göstəriş əldə olunub. Böyük bir qapı açılır qonaq otağına gördüyünüz kimi. İndi isə davam eləyək, növbə ilə otaqları təqdim edeyim sizə. Mənzilin mətbəxi qonaq otağının həmən yanında yerləşir. Mənzildə qapı tutacaqlarına qədər, qapılara qədər hər şey zövqlə və keyfiyyətlə seçilib, yerləşdirilib. Belə bir kifayət qədər geniş ölçülü mətbəxi var mənzilin və böyük ölçüdə mətbəx mebeli yığılıb. Boş markalı mikrovalnovka, boş markalı soba penal hissədə yerləşdirilib. Yenə böyük ölçülü boş markalı bir soyuducu, belə bir modern moydadırı var. Sinəlik və üzəri süni mərmərlə işlənib və qabuyan da burada yerləşdirilib. Boş markalı bir qabuyan, keramika Samsung markalı bir qaz, gizli aspirator, hər şey keyfiyyətlə tərtib olunub və yemək masası mərkəzdə yerləşdirilib. Bunu divar hissədə də yerləşdirib istifadə edə bilərsiniz və mətbəx mebeli ilə üzbəüz divarın isə əla bir teksturalı gips panellərdən əla dekorasiyası var. AUX markalı kondisioneri yenə gördünüz. 2 balkon var mənzildə, bir balkon mətbəxdən geniş ölçülü balkon məhz buradır. Texniki balkonda həm də kombi sistemi burada yerləşdirilib. Qarşısı açıq, gün düşən mənzildir. Balkondan da görürsünüz bunu. İndi isə uşaq otağını təqdim edeyim sizə. Yenə burada da tam əşya tərtibatını görürsünüz. Yazı masasına qədər quraşdırılıb. 2 uşağını rahat istifadə edilməsi üçün 2 ədəd yataq dəsti yerləşdirilib, kondisionerə qədər qoyulub və 4 qapılı qardirob mebeli yerləşdirilib burada. Yenə membran panellər və şüşə qapaqlardan. Ən sonda sizə əsas yataq otağını təqdim edəcəm və burada texniki otağımız, həm də camaşır otağı kimi tərtib edilib. Toshiba markalı bir paltaryan və paltar qurudana qədər nəzərə alınıb və saxlanış yerləri də yenə öz yerində. Ümumi sanuzeldə təqdim edeyim. Geniş və rahat bir sanuzeli var. Tam aksesuar yerləşmə həyata keçirilib. Böyük ölçülü bir moydadır. Suşulkaya qədər xrom rənglərə üstünlük verilir burada. Əla teksturalı qranitləri də var. Və divar içi duş aksesuarlarından istifadə edilib gördüyünüz kimi. İndi isə gedək mənzilin master bedroomuna, əsas yataq otağına. Bu otaqda da yenə
hər şeyin düşünüldüyünün və əla tərtibatın şahidi olacaqsınız. Geniş ölçülü bir əsas yataq otağı var. Yenə burada da TV-yə qədər quraşdırılıb, make-up yerləşimi nəzərə alınıb, TV altlığı qoyulub, böyük ölçülü bir yataq dəsti, tumbaların üzəri lepka dekorasiya və bura işıqlandırmalarla əla bəzədilib, kresloya qədər qoyulub. Dekorasiya möhtəşəmdir mənzildə, bütün otaqlarda belədir bu və otağın qardirob hissəsi burada gizlədilib. Tam boy bir qardirob mebeli yığılıb, şüşə qapaqlarla, daxili gizli işıqla da əla bəzədilib. Və burada bu otağın ayrıca tam sanuzeli, böyük ölçülü bir moydadır, geniş bir duş kabin, yenə divarçı duş aksesuarları, nişə işıqlanmaları görürsünüz unitazın üstündə və duş kabinin daxilində. Gördüyünüz bu möhtəşəm təmirli mənzil tam əşya və texniki təminatla tam olaraq sizə təqdim edilir. 133 kvadrat ölçü tam olaraq mənzildə özünü göstərir. 17 mərtəbəli rezidens binanın, Malibu rezidensin 15-ci mərtəbəsi 133 kvadrat ölçü və mənzilimizə start olaraq təyin edilən qiymət 650 min manatdır. Real alıcılara endirim nəzərdə tutulur. Mənzil haqqında bizdən bu qədər. Biz izlədiyiniz üçün təşəkkür edirik. Arzuladığınız mənzillərə sahib olmanız diləyilə, hörmətlə, Rekam.